Xoş gəldiniz müəllimlər və abituriyentlər sizlərə. Mən Korikuma tarix müəllimi Qara Hikmət. Bu gün sizlər də hansı dövlətlərə nəzərə yetirəcəyik? Parfiya və Selevkilər dövlətinə. Selevkilər dövlətindən başlayaq. İlk öncə Makedoniyalı İskəndərin imperiyası parçalandı. Nə vaxtı? 323-də Makedoniyalı İskəndər vəfat elədi. Onun yerinə gələcək Perdikki. 321-ə kimi o idarə edir. 321-dən sonra isə imperiya parçalanmağa başlayır və onun yerində yeni dövlətlər yaranmağa başlayır. Çünki ərazisi böyükdür axı. Və ona görə də onlardan biri də sərkərdələr artıq getdiyi yerlərdə öz hakimiyyətini yaymağa başlayır. Həmin sərkərdələrdən biri də Selevk olmuşdur. Selevk kim idi? Əsasən ilk öncə buna baxaq və həmin bu Selevk 312-ci, 63-cü illər əhatə eləyən Selevkilər dövlətini yaratmışdır. Öz adı ilə bağlıdır. Həmin bu Selevkilər dövlətinə bəzən Suriya dövləti də deyilir. Bunu yadımızda saxlayırıq. O əvvəlcə Suriyanı, daha sonra isə Babili öz əhatəsinə keçirdi. Haranı? Suriyanı, daha sonra isə Babili ərazisini genişləndirməyə başladı. Əsasən Selevkilər dövləti, bax burada da xəritədə göründüyü kimi hansı əraziləri əhatə eləyir, burada tam qeyd olunubdur. Daha sonra bunları ələ keçirdikdən sonra isə hətta öz adına belə pullar kəsməyə başlayır, amma öz adına deyil, daha doğrusu. Burada Makedoniyalı İskəndərin adına və həmin sikkələrin üzərində isə Makedoniyalı İskəndərin öz şəklini vurdurmuşdur. Bunu yadımızda saxlayırıq. Bu da yəni onun davamçısı olduğunu göstərə bilər. Daha sonra isə Selevkilər dövlətinin əsasən şərq hissəsində, yəni şimal-şərq hissəsində yaranan Parfiya dövləti yaranmışdı ki, bu da Selevkilər dövləti üçün təhlükə rolunu oynayırdı. Hətta ondan əvvəl Roma ilə bir neçə münaqişələri olubdu. Məsələn, eramızdan əvvəl 190-cı ildə Magneziya döyüşündə Roma Selevkiləri məğlubiyyətə uğradı və demək olar ki, ən böyük qəniməti ələ keçirmişdi. Hətta Azərbaycan tarixində keçmişik ki, həmin Atropatena dövlətdə belə deyim, asılı vəziyyətindən çıxmışdı. Ancaq Selevkilər nə vaxt Atropatenanı asılı vəziyyətə salmışlar? Eramızdan əvvəl 223-cü ildə 3-cü Antiox tərəfindən asılı vəziyyətə salınmışdı. Bu hadisəni də yadımızda saxlayırıq. Daha sonra isə Parfiya dövləti. Əsasən Selevkilərin ərazisi genişlənirdi və bu yaranan Parfiya dövləti isə əsasın harda yaranmışdı? Təbii ki, Selevkilərin şərq əyalətlərində, yəni Xəzər dənizi ilə Amudərya çayı arasında yaşayırlar. Əsas məşğuliyyəti əvvəlcə maldarlıq idi. Daha sonra isə orada əkinçilik də formalaşmağa başladı. Daha sonra Selevkilər dövləti belə deyim 63-cü ildə daha sonra bu məğlubiyyətə uğrayır və yerində isə Parfiya dövləti bunun ərazisini tutmağa başlayır. Həmin Parfiya dövlətini kim yaradacaqdı? Və Parın tayfasının başçısı Arsak, bəzən də Arşak deyilir biz ona. 247-ci ildə Parfiya dövlətinin əsasını qoyacaq, öz adı ilə bağlıdır və bəzi mənbələrdə isə o İşquz və Saka mənşəli olduğu belə qeyd olunurdu. Bəzən isə Ərsak, Sak əri, məsələn kişisi, məsələn o İşquz dilində o iç oğuz və İskit də deyilir. Daha sonra isə baxaq, ilk vaxtlar həmin bu Parfiyanın paytaxtı olub Nisa şəhəri. Daha sonra bunların ərazisi genişləndikcə əhatəsi də böyüməyə başlaydı. Yürüşlərdən sonra isə Qurt şəhəri olan, bu hadisəni yadda saxlayın, Qurt şəhəri olan Ktesfona köçürürlər paytaxtı. Hökmdar 2-ci Mitridadın dövründə. Həmin bu Mitridad kim idi? Parfiya dövlətinin ərazisini daha da gücləndirmişdi. Hətta Hindistandan Dəclə çayına qədər olan ərazilərə, belə deyim, daha sonra isə Şərqi Anadolu olan hissəsində həmin bu 2-ci Mitridadın dövründə tutulmuşdu. Daha sonra, baxın, Parfiyanın ərazisi ilə xəritədə qeyd olunubdur. Bax, məsələn, Ktesfon burada qeyd olunubdur. Məsələn, Nisa şəhəri buradadır. Daha çox xəritədə, məsələn, ola bilər ki, düşsün, hər ehtimala yadımızda saxlayırıq. Daha sonra Parfiya dövləti öz sərhədlərini qərbə doğru genişləndirməyə başlayır. O da həmin ərazidə hansı dövlət var? Təbii ki, Roma dövləti. Deməli, Roma dövlətindən münaqişəli vaxtlarımızda başlayır. Həmin münaqişəli vaxtlara misal gətirərək, məsələn, Atropatena ilə Parfiya dövləti birləşib, Romaya qarşı vuruşmuşdu. Eramızdan əvvəl 53-cü ildə, məsələn, 38-ci ildə, 36-cı ildə bunları misal gətirə bilərik. Azərbaycan tarixindən keçmişik. 53-cü ildə Karra döyüşü oldu. Karra döyüşündə Roma sərkərdəsinin başçısı Kras idi. Həmin döyüşdə Kras öldürülür və həmin döyüşdə yadımızda saxlayırıq Turan taktikasından istifadə olmuşdu. Hansı taktikadan? Turan taktikasından istifadə olunmuşdu. Parfiya ilə artıq Roma bir-birinə rəqabət gətirə bilmədi. Roma güclənməyə başlayır bundan sonra isə. Çünki məsələn Atropatena da öz siyasətini dəyişdirir. Bunu da yadımızda saxlayır. Çünki
artıq Roma-pərəst siyasəti etməyə başlayır. Çünki görür ki, Parfiya bunun ərazisini tutacaqdı. Ona görə də Roma meyilli siyasəti edəcək. Və dedik ki, Parfiya Böyük İpək yolunun üzərində yerləşməsi onun ticarət əlaqələrinin üstünlüyündə də gətirib çıxarır. Çünki həmin ticarət əlaqələri yolu buradan keçib Romaya gedirdi. Ona görə də öz nəzarətində saxlamağa çalışırdı. Əsasən Parfiya hökmdarları isə Atropatena ilə məsələn qohumluq əlaqələr saxlayırdı. Hətta belə bir məlumat var ki, bir müddət Atropatilər nəslinin nümayəndələri idarə etmişdi. Həmin bu Parfiyanı. Bu hadisəni yadımızda saxladı. Çünki məsələn 53-dür, 38-dir, 36-dır bu döyüşlərdə elə Parfiya ilə Atropatena bir yerdə vuruşurdular. Daha sonra Roma dövləti ilə mübarizədə daxili çəkişmələr artıq bu Parfiya dövlətini zəiflətməyə başladı və Sasani şahı olan, hələ dövlət yaratmamışdan qabaq 224-cü ildə daha sonra Parfiya dövlətinə son qoyur. 226-cı ildə daha sonra bunun tamamilə ordu sisteminə baxırıq və bir də yadımızda saxlayaq, 2-ci Mitridadın dövründə Şahlar şahı adlandırırdı. Kimin dövründə? 2-ci Mitridadın dövründə Şahlar şahı adlandırırdı və Şahlar şahı titulunu qəbul etmişdi. Hakimiyyət irsən keçirdi, 7 nəsillərində cəmləşmişdi. Hətta Midiyanı idarə edən Mehranilərin şimal hissəsində idarə etmişdilər. Daha sonra orduları, əsasən türk stili ordu quruluşu var idi, bunların ordu sistemi var idi. Daha sonra dövlətin əsas gücünü ox və nizalarla silahlanmış atlı dəstələr təşkil edir. Bunu yadımızda saxlayaq. Daha sonra təbii ki, türklər necə idi at üzərində? Bunlar da həmin prinsipdən istifadə edirdilər. Daha sonra ağır silahlı atlı dəstələr də döyüşə girirdilər. Cinahlardan, çünki Turan taktikası dedik axı. Və cinahlardan oxçular da qoruyurdular. Hətta atlı qoşunlar 10-luq, 100-lük, 1000-lik belə dəstələrə bölünürdü. Daha sonra idarə etmədə dövləti Parn tayfasından çıxan hökmdar başçılıq edirdi. Onlar Arsak adlandırırdı. Bunu yadımıza saxlayaq. Gəldik Parfiyanın mədəniyyətinə. Parfiyanın mədəniyyəti haqqında nə deyə bilərik biz burada? Dövləti qədim İşquz, yəni İskit, Əhəməni, qismən də Yunan ənənələri üzərində qurulmuşdu. Bu cümləni xüsusən yadda saxlayaq. Nə? Qədim İşquz, İskit, Əhəməni, qismən də Yunan ənənələri üzərində qurulmuşdu. Geniş ərazilərə malik idi. Hətta Makedoniyalı İskəndərin dövründə isə burada Yunanlar belə məskunlaşmışdılar. Həmin məsələn pulların üzərində Yunan yazılarında rast gəlmək olur. Bu hadisəni yadımızda saxlayırıq. Daha sonra isə dininə gəlin baxaq. Dini necə idi? Əslində müxtəlif dinlər yayılmışdı. İlk öncə tanrıçılığa sitayiş edirlər. Bunu hadisəni yadımızda saxlayaq. Hətta məsələn türklərdə deyirik ki, qut verirdilər də. Bu da xoşbəxtlik, ruh mənasını ifadə eləyir. Daha sonra tanrı onlara hakimiyyəti günəş və ay vasitəsilə verilirdi. Və buna görə də günəş, ay, eləcə də su, od müqəddəs hesab olunurdu. Təbii ki, od, su, torpaq müqəddəs hesab olunduğu bir ünsür var. Yəni bir din var idi həmin dövrdə isə Zərdüştlük. Bu da onların Zərdüşt dinində yayıldığını göstərir. Daha sonra yazı sistemidir. Ölkədə əsasən yazıya İran təsirləri daha da güclü, belə deyim, təsir eləmişdi və bəzi Parfiya hökmdarları öz şəcərələrini, yəni Əhəməni taxtına da bağlanmışdır. Bunlar bunun qismində irəli getmək istəyirdilər. Bu Parfiya haqqında dərsimizin sonu. İnşallah ki, bizim videolarımızın linkini paylaşıb bizə dəstək olarsınız. Çox sağ olun, minnətdarım.